Salam şagirdlər, bu videoda Güvən 8-dən KSG 10-un A və B variantının bütün testlərinin izahına baxacağıq. Videodan davam üçün kanala abunə olmağı, bəyənməyi və yazmayı unutmayın. Baxaq uşaqlar KSG 10-un A variantının birinci sualına. Bizə verib A bərabərdir sinus 30, B bərabərdir kosinus 30 və C bərabərdir tangens 30. Olarsa ABC-dən müqayisə edin. Uşaqlar, sinus 30'un qarşısına yazıram A bərabərdir. Sinus 30'un 2'də 1 olduğunu bilirik cədvəldən. B'də isə kosinus 30'un kökdə 3 böl 2 olduğunu bilirik. Tangens 30'un isə düsturu vardı, yadınızdadır. Sinus 30 böl kosinus 30 demək idi. Yəni sinus 30 2'də 1'dir, kosinus 30 kökdə 3 böl 2'dir. Bölsək, olacaq 2'də 1 vur, kökdə 3'də 2. 2'lər gedəcək, qalacaq kökdə 3 böl 3. Doğrudurmu? İndi baxaq. Görək hansı böyükdür. Deməli, ən kiçik bunlardan A'dır. Yəni 2'də 1 ən kiçikdir. A ən kiçikdir. Daha sonra C'dir. Çünki kök hatta 3 bölə 3, kök hatta 3 böl 2'dən kiçikdir. Sonra isə B'dir. Cavabımız olar, deməli A, C, B. Bunlar B variantı. İkinci sualda isə aşağıdakilerin hansı iti bucağın sinüsü ola bilər? Uşaqlar, yazıda salım ki, bu düz bucaq çəkək. A, B, C olsa, burada olsun iti bucağı. Sinus alfa nəyə bərabərdir? Qarşıdakı katetin hipotenuza olan nisbətinə. Doğru idi mi? Hansı iti bucağın sinusu ola bilər? Və biz bilirdik ki, sinus alfa müsbət 1 ilə mənfi 1'in arasında yerləşir. Sinusun ala biləcəyi qiymətlər, indi siz hələ ki onun qrafikini keçməmisiniz, amma qrafikində də görsənir ki, sinusun qiymətləri mənfi 1 ilə 1 aralığındadır. İndi mənfi 1 ilə 1 aralığında nə var burada? 0.5 var. Cavabımız olar A variantı. Niyə biz uşaqlar 1'i götürmədik? Çünki bizə nə deyir burada? İti bucağın deyir. Sinus 1'in özünü 90 dərəcədə alır. 90 dərəcə iti bucaq olmadığı üçün biz onu götürmürük. Başa düşə bildiniz? Üçüncü sualda isə bizə verib sinus 48 bölək kosinus 42. Şöyle sinus 48'ni yazıram. Kosinus 90 çıx 42. Bunu da yazıram. Daha doğrusu 42, 48 üzr 48. Bunu yazıram. Kosinus 42. Bu bize verir. Kosinus 42 böl kosinus 42. İxtisar olunsa qalar 1. Cavabımız olar B bəndi. Dördüncü sualda isə aşağıdakılardan düz xətlərdən hansı y bərabərdir 2x düz xətti ilə paraleldir? Uşaqlar, bu düz xətt ilə paralel olan funksiyanın k'sı 2 olmalıdır. İndi k'sı 2 olan hansıdır burada? B bəndi. Y bərabərdir 2k plus 1. Paralel olması üçün dedik k'lar bərabərdir. Cavabımız olar B variantı. 5-ci sualda isə A nöqtəsinin koordinatları mənfi 1 ilə mənfi 3'dür. Nöqtəsinə OX oxuna nəzərən simmetrik nöqtənin koordinatları. Uşaqlar, biz əgər onu OX oxuna nəzərən simmetrik çeviriksə, deyirik, hansı ox deyiriksə o qalır, digəri dəyişir. Onda simmetrik çevirsə, olar A', mənfi 1, yəni X-in qiyməti qaldı, Y-in qiymətinin işarəsini dəyişir. Olar müsbət 3. Cavabımız olar mənfi 1, 3. Yəni mənfi 1, 3 harada var? B bəndində var. 6-cı sualda isə uc nöqtələri parçadır. Bu A'dır.
Uz nöqtələri x və 2-dir. Və B nöqtəsi isə koordinatları 5 və y-dir. Bizə deyir ki, AB parçasının orta nöqtəsinin koordinatları 3, 4 olarsa, orta nöqtəsinin koordinatları 3, 4 olarsa, x üstə y cəmini soruşur bizdə. Necə tapa bilərik? Uşaqlar, biz bilirik ki, parçanın orta nöqtəsinin koordinatlarını tapanda, parçanın uc nöqtələrinin koordinatlarını toplayıb bölürdük 2-yə. Yəni, x üstə gəl 5 bölü 2 bizə nə verməli? Orta nöqtənin koordinatı 3-ü və 2 üstə gəl y bölə 2 bizə verməli 4-dür. Buradan x, y tapıb toplayacağıq da. Burada x üstə gəl 5 bərabərdir 6 alırıq. Burada da 2 üstə gəl y bərabər 4, 2, 8 alırıq. Burada x-ı 1, y isə 6 tapırıq. Bizə x ilə y-nin cəmini soruşur. 1 ilə 6-nın cəmi olar 7. Cəmimiz olar yenə B variantı. 7-ci sualda isə mərkəzi koordinat başlanğıcında olan homotetriyada A, M2 nöqtəsi 8, 4 nöqtəsinə çevrilmişsə, M-i tapın. Uşaqlar deyir ki, A, M2 nöqtəsi K əmsalına vurulandan sonra keçib nəyə? 8, 4-ə. Nisbətini tapaq uşaqlar. Bax, bu 4-ün bu 2-yə olan nisbəti 2 olan nisbəti. 8-in M olan nisbətinə bərabərdir. Burada alıram 4M bərabərdir 16, M bərabərdir 4. Cavabımız olar C variantı. 8-ci sualda isə bucaq əmsalı, yəni K, 2 olan və ordinat oxunu 0,4 nöqtəsində kəsən düz xəttin tənliyini yazın. Düz xəttin tənliyini ordinat oxunu 0,4-də kəsin. Uşaqlar, y bərabərdir kx üstə gəl B olsun həmin düz xəttin tənliyi və ordinat oxunda kəssin 0,4-də. Aha. Demək, neyəyə? Gətirib bu k-nı, yəni bucaq əmsalını yerinə qoysa, alarıq y bərabərdir 2x k-nı yerinə yazımda 2-nin üstə gəl B və 0,4 nöqtəsindən keçib. Deməli, 0,4 nöqtəsindən 2 vur 0 üstə gələk B bərabərdir 4 olmalı. Burada alırıq B bərabərdir 4. Onda funksiyamız olar, yerinə qoysaq, y bərabərdir 2x üstə gələk 4. Cavabımız varmı 2x 4? Hə, B variantında var. Nə oldu bu? Yəni testlərin hamısının cavabı az qala B oldu ki. Səhv etmirəmsə, 6-cı B-dir ya 5-ci B-dir tapıram. Neyse, 9-cu suala baxaq. Olsun, nə fərqi var ki biz üçün? Mərkəzi koordinat başlanğıcında və əmsalı K bərabərdir 3 olan homotetriyada hansı nöqtə, tutaq ki x, y nöqtəsi keçib olub, tutaq ki A, x, y olub A' homotetriyada 3, 6 olub. Çevrilər. Deməli, buradan böyüyüb olub. Bu 3-ə vurulduqdan sonra bu olubsa, onda 3 vur x bərabərdir 3-dür, 3 vur y bərabərdir 6-dır. Burada x 1 imiş, y ise 2 imiş. Deməli, həmin nöqtənin A nöqtəsinin koordinatları 1 və 2 imiş. Cavabımız olar B. Yenə B variantı. 10-cu sualda isə y bərabərdir 4x üstə gəl 2 düz xəttində perpendikulyar olan xəttin bucaq əmsalını tapın. Bizdən k-nı sorur. Uşaqlar, əgər bu düz xəttdə digər düz xətt perpendikulyardırsa, biz bilirdik ki, perpendikulyar dedikdə düz xəttlərin tənliyinin bucaq əmsalları hasili nəyə bərabərdir? -1-ə bərabərdir. Burada bucaq əmsal nədir? 4-dür. Yəni K1 4-dürsə, onda 4 vuraq K2 -1 edirsə, K2 nə edər? -4-də 1 edir. Cavabımız bu da nə deməkdir? -0,25 deməkdir. Cavabımız D variantı olar. 11-ci sualda isə deyir A və B nöqtələrindən keçən düz xəttin bucaq əmsalı. A nöqtəsindən keçib A1 1-də yerləşir və B nöqtəsindən də keçib
2n'dir. B'nin koordinatları üçün düz xəttin bucaq əmsalı, yəni k-sı 2 olarsa bizdən n'ni soruşur. Yazaq uşaqlar, birinci üçün y bərabərdir. Əgər A nöqtəsindən keçirsə, kx üstə b, k-sı 2-dirsə, yəni 2 vura x-ımız, gəlin düstur birbaşa yazaq, y bərabərdir kx üstə gəl b. Bu oldu bizim nəyimiz? Düz xəttin tənliyi. Əgər 1 nöqtəsindən keçirsə, gətirib yenə qoyun. 1 bərabərdir. K-mız 2-dir. 2 vur 1 üstə gəl b. Burada b-ni tapırıq. 2'nin üstə nə gəlsə 1 edər. B bərabər tapırıq -1. Deməli, funksiya özü necə imiş? Y bərabərdir. 2x üstə gələk -1. Yəni 2x çıxa 1. Bu düz xəttin tənliyidir. Bunun. Və həm də bundan keçirsə, həm də bunun tənliyi burada. Bunda belə çıxır ki, n, bunu gətirib burada yerinə qoyuram. N bərabərdir 2 vur 2 çıx 1. Burada n bərabər tapıram 3. Demək, bizə n'ni soruşdu. Cavabımız olar A variantı. 13'də isə, daha doğrusu üzülsəm 12'də isə A koordinatları 0 və 2'dir. Nöqtəsi koordinat başlanğıcına görə saat əqrəbinin hərəkəti istiqamətində 90 dərəcə dönərsə, hansı nöqtəyə çevrilər? Uşaqlar, baxın, gəlin ən yaxşısı bunu qrafik üzərində göstərim. Daha sonra inşallah özünüz başa düşəcəksiniz. Baxın, nə deyir? A02. Y-in x'i bu nöqtədir. Bu nöqtəni, A nöqtəsi buradadır. X-i 0'da burada yerləşir, burada. 90 dərəcə bunu sağ tərəfə 90 dərəcə döndərsə, gəlib düşəcək bura. Düzdürmü? Onun da x-imiz olacaq 2, y-imiz olacaq nə? 0. Deməli, çevriləcək nəyə? 2, 0'a. Cavabımız olacaq A variantı. Sonra, baxaq uşaqlar B variantı. Yazıram B variantı. Yenə birinci sualda isə uşaqlar sinüs 60'ı verib. A bərabərdir sinüs 60. Birbaşa cavabını yazsam. Kökdə 3/2'dir. B bərabərdir kosinüs 60. Kosinüs 60. Bu nə deməkdir? 2'də 1 deməkdir. Kosinüs 60 da 2'də 1 alır. Bir də nə verib? Tangis yəqin verər. Aha. C bərabərdir. Uşaqlar verib tangis 60. Tangis 60'ın sinüs 60 bölü kosinüs 60 olduğunu bilirik deyə yazıram. Sinüs 60'ın kökətdə 3/2 bölək 2'də 1. Bu da bizə verir kökətdə 3/2 vur 1'də 2. 2'lər gedir, qalır kökdə 3. Bu da belə. İndi bizə deyir, müqayisə edin. Hansı daha böyükdür? Deməli, ən böyük C-dir. Ən böyük C-dir. Sonra A-dır, sonra B-dir. Düzdürmü? Sonra A'dır, sonra B. Deməli, C böyükdür A'dan, bu da böyükdür B'dir. Cavab olaraq hansıdır bu? C ən böyük, sonra A, sonra B. Aha, C variantı. İkinci sualdayız. Aşağıdakiler hansı iti bucağın kosinüs olur bilər? Uşaqlar yadınızda saxlayın ki, kosinüs alfada, alfa əgər iti olarsa, müsbət 1 ilə -1 arasında. Ümumiyyətlə, kosinüsün aldığı qiymətlər. Alfa iti olarsa, 1'dən kiçik, -1'dən böyükdür. Bərabər yox, ha, kiçik, böyük. Hansı ödəyir? A variantı 0,6. Yəni, belə deyək də, bu aralığa nə düşür? 0,6 A variantı. Daha sonra, üçüncü sualda isə 3'də nə deyir? Kosinüs 27 bölək sinüs 63 verər yəqin. 63. İfadənin qiyməti. Təbii ki, uşaqlar, bunun da qiyməti 1. Niyə? Kosinüs 27'nin üzərinə yazıram. Sinüs 90/27 bölək sinüs 63. Bu bizə nəyi verir? 90'dan 27 çıxanda sinüs 63 bölü sinüs 63. Buradakı 1. Cevabımız C variantı olur.
Dördüncü sualda isə aşağıdakılardan düz xətlərdən hansı y bərabər 3x düz xəttinə paralel? Uşaqlar y bərabərdir 3x düz xəttinə paralel olması üçün y bərabərdir həmin kx üstəgəl b-nin bunun k-sı bunun k-sına bərabər olmaq üçün onlara paralel olsun. Deməli k nədir? 3'tür. Hansının k-sı 3'tür? C variantında y bərabər 3x çıxar 3'ün k-sı. Baxın, y bərabər 3x çıxar 3'ün k-sı nədir? 3'tür. Yəni bərabərdir. O deməkdir ki, onlar paraleldir. 5-ci sualda isə uşaqlar bizə verib A koordinatları -3, -2. Deyir ki, o y oxuna nəzərən simmetrik olan. Uşaqlar, hansı oxu deyirsə, o ox qalır, digəri dəyişir. Onda A olacaq nə? 3 -2. Y qalır, x-i dəyişir işarəsi. Cavabımız olur 3 -2, yəni B-dən. 6-cı sualda isə uc nöqtələr boyunca AB parçasının olsun. Aha, diqqət edək. Deməli A, bu da B. A-nın koordinatları 5 ilə y-dir. B-nin koordinatları isə x ilə 2-dir. Və orta nöqtənin koordinatları isə 4 ilə 3-dür. Mən niyə son zamanlar 3'ü çox biədəb yazıram? 3 və x plus y cəmimiz. Ne ediyor uşaqlar? Parçanın üç nöqtənin koordinatlarını toplayıb 2'yə bölsək bizə verər orta nöqtənin koordinatlarını. Ne ediyor? 5 üstə gəl x böl 2 bərabərdir 4 edər. Y üstə gəl 2 bölək 2 bərabərdir verər 3. Buradan nə tapırıq? 5 ilə x-in cəmi 8'dir. Çarpaz vurdum. Y ilə 2'in cəmi 6'dır. Burada x'i tapıram 3. Burada y tapıram 4. Cavabım olur 3 ilə 4. Yox, daha doğrusu 3 ilə 4 yox. Bizdən x-in y-nin cəmini soruşur. 3 ilə 4'ün cəmi olar 7. Cavabımız C variantı olar. 7-ci sualda isə mərkəzi koordinat başlanğıcından homogeniyada uşaqlar bu şəklini çəkməyəcəm, özünüz bilirsiniz, bayağı çəkmişəm A variantında. A M deyir ki, A M2 nöqtəsi çevrilib olub 6 4 nöqtəsi. M-i tapın. Uşaqlar demə nə edəcəyik? M-i tapmaq üçün bax bu nöqtələr bu nöqtəyə çevrilibsə biz deyirdik ki, A x y nöqtəsi homotetiyada çevriləndə A olacaq k dənə x, bir də k dənə y. Düzdür? Yəni k əmsalına vurulur. Bucaq əmsalına. İndi m nəyə vurulub 6 eləyib? Onda mən 6'nı m-ə bölsəm bərabər götürürəm 4'ü 2'yə bölməyə. Çarpaz vursam 4m 12'dirsə m bərabərdir 3 imiş. Deməli bizdən nəyə soruşurdu? Elə m soruşurdu. Cavabımız olar C variantı. 8-ci sualda isə bucaq əmsalı, yəni k-dir 3 olsa ordinat oxunu 0-2 nöqtəsində kəsən düz xəttin tənliyini yazın. Ordinat oxunu 0-2 nöqtəsində. Uşaqlar y bərabərdir kx üstə gəl b üstündə. K-nın 3 olduğunu bilirik. Onda y bərabərdir 3x üstə gəl b-dir. Bizim funksiyamız. Və ordinat oxu 0-2-də kəsirsə, deməli y-in qiyməti nədir? 2 bərabərdir 3 vur 0 üstə gəl b. Buradan b-ni tapırıq 2. Bu 0 edir. B bərabər 2 olur. Onda funksiyanın özü nə olacaq? Y bərabər 3x üstə gələk b-ni də tapmışıq 2. Olacaq 3x üstə gəl 2. Cavabımız A olacaq. 9'da isə mərkəzi koordinat başlanğıcında və əmsalı 2 olan homotetiyada hansı nöqtə 6-8 nöqtəsini çevirirlər? Deməli uşaqlar, baxın, deyirdik ki, A, x, y nöqtəsi homotetiyada çevriləndə, düzdürmü? Hansı nöqtəyə çevrilirdi? K vurar x, bir də k vurar y nöqtəsinə çevrilirdi. İndi k-mız 2'dir. Bizim də nöqtəmiz, A nöqtəmiz nədir? Yox, çevriləndən sonraki 6 və 8'dir.
İndi bu K'ya 2'ye vurulub olub. 2'ye bölsək olar nədir? 6 bölü 2 deyər 3 və 4. Cavabımız olar 3 və 4. 3 və 4 cavabımız A variantı olar. 9. 10-cu sualda isə y bərabərdir 2x çıxar 4 düz xəttinə perpendikulyar olan düz xəttin cavabımız. Uşaqlar, əgər buna perpendikulyar olan düz xəttin cavabını soruşursa, biz deyirdik ki, y bərabərdir kx üstəgəl b. Tutaq ki, bu funksiyaya perpendikulyarırsa, onların k'ları bərabərdir. Bunun daha doğrusu k'sı 2'dirsə, bunun k'sını bilməyinədir. Perpendikulyar olduğu halda deyirdik k1 ilə k2'nin hansını mənfi 1 etməli idi. Paraleldə bərabər idi. Amma perpendikulyarda mənfi 1 etməli hasılı. Yəni 2 vuraq k2 bərabər mənfi 1-dirsə, onda k2'ni tapırıq mənfi 2'də 1. Yəni mənfi 0.5. Cavabımız olar C bənd. 11-ci sualda isə deyir ki, A 1 nöqtəsi və B deməli nöqtəsi M2 koordinatlarda. 2 yox, mənfi 2. Aha, nə deyir? Nöqtələrindən keçən düz xəttin bucaq əmsalı K isə deyir nədir? 3'dür. Olarsa M-i tap. Uşaqlar hər iki nöqtədən keçir. Bu nöqtədən keçəndə funksiya necə olur? Y bərabərdir kx üstəgəl b. K'mız var üstü. Yerinə qoyuram. Y bərabərdir 3x üstəgəl b. Gəlib bunu qoyub b-ni tapa bilərəm də yerinə. Y-nin qiyməti 1'dir, bərabərdir 3 vura 1 üstəgələk b. Buradan b-ni tapırıq mənfi 2. Onda funksiya necə olur? Y bərabərdir 3x üstəgələk mənfi 2. Yəni çıxaq 2 deməkdir. Düzdürmü? Bəli. İndi gətirib bu A-dan keçirdiyi funksiya bu idi. Bu həm də B-dən keçirsə gətirib yerinə qoyacağım. X-in qiyməti burada nədir? M-dir. Yazıram mənfi 2 Y-in qiyməti bərabər 3 vura M çıxaq 2. Burada alıram 3M çıxaq 2 mənfi 2-dirsə 3M bərabər 0. Onda M bərabər 0. Cavabımız olar öyle 0. Yəni D variantı. 12-ci sualda isə deyir ki, A03 nöqtəsi koordinat başlanğıcına görə sağ əqrəbinin hərəkət istiqamətində 90 dərəcə dönərsə. Uşaqlar 0,3 90 dərəcə dönərsə çevrilər nəyə? Aştırıq. 3 0'a çevrilər. Cavabımız olar B. Bu qədər uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və yazmayı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.